Salamlar, yeni videoma xoş gəlmişsən. Bu videoda ingilis dilində ən çox işlənən 50 feili öyrənəcəyik, amma sıxıcı qaydalarla yox. Mən onları 5 hissəyə böldüm ki, hər şey sənin üçün daha aydın olsun. Mövzuya uyğun sözlər, vizuallar və kiçik tapşırıqlar olacaq. Yəni həm baxacaqsan, həm də tətbiq edəcəksən. Həmçinin aşağıda PDF faylı var. Onu yükləyib öyrəndiklərini daha rahat formada test edə bilərsən. Əslində, ingilis dili sən düşündüyündən daha asandır. Sadəcə doğru yerdən başlamaq lazımdır. Hazırsansa, gəl başlayaq. İlk olaraq, günlük rutinimizdə ən çox istifadə olunan 10 feilə baxaq. İlk feilimiz olan wake up-la başlayaq. Wake up yuxudan oyanmaq deməkdir. İkinci feilimiz isə get up-dır. Get up isə ayağa durmaq deməkdir. Əksər tələbələr, şagirdlər wake up-la get up-ın fərqini bir qədər qarışdırır. Belə ki, wake up yuxudan oyanmaq, get up isə ayağa qalxmaq deməkdir. Digər üçüncü feilimiz brush, fırçalanmaq deməkdir. Wash, yumaq deməkdir. Eat, yemək deməkdir. Drink, içmək deməkdir. Go, getmək deməkdir. Come, gəlmək deməkdir. Sleep, yatmaq deməkdir. Rest, istirahət etmək deməkdir. Həmçinin qeyd edeyim ki, mən videoda to hissəciyindən istifadə etməmişəm. Lakin bu feillər hər biri to, məsələn, get up, to brush, to wash bu şəkildə işlənir. Yəni to burada Azərbaycan dilindəki maqmaq şəkilçisini, yəni məsdəri əvəz edir. İndi isə evdə və məişətdə daha çox istifadə etdiyimiz 10 feilə baxaq. Cook, bişirmək deməkdir. Clean, təmizləmək. To wash, yumaq, wash dishes, qabları yumaq. Open, açmaq. To close, bağlamaq. To sit, oturmaq. To stand, dayanmaq. To watch, izləmək. To help, kömək etmək. To talk, danışmaq, söhbət etmək. İndi isə məktəbdə daha çox istifadə etdiyimiz feillərə baxaq. To read, oxumaq. To write, yazmaq. To learn, öyrənmək. To study, oxumaq. To listen, dinləmək, qulaq asmaq. To speak, danışmaq. To ask, soruşmaq. To answer, cavab vermək. To draw, rəsm çəkmək. To spell, hərfləmək deməkdir. İndi isə hisslər və düşünməklə bağlı olan 10 feilə baxaq. Like, bəyənmək. To love, sevmək. To hate, nifrət etmək. To want, istəmək. To need, ehtiyacı olmaq. To think, fikirləşmək, düşünmək. To know, bilmək. To feel, hiss etmək. To smile, gülmək. To cry, ağlamaq deməkdir. Və ən sonuncu, həmçinin də ən maraqlı olan feillərə gəldik. Hobbilərimizlə bağlı olan feillər. To play, oynamaq deməkdir. To sing, oxumaq. To dance, rəqs etmək. To watch, izləmək. To bake, bişirmək. To paint, rəngləmək, boyamaq. To jump, tullanmaq. To run, qaçmaq. To swim, üzmək. To ride, sürmək. Bugün sənlə birlikdə 50 əsas feili öyrəndik. Əhsən sənə. Bu kiçik addımlar səni böyük uğurlara aparacaq. Videonu bəyəndinsə, like etməyi və yeni dərslər üçün abunə olmağı unutma. Görüşənədək.